Sən dedin ki, mən Allaha dua edirəm, Allahla danışıram. Mən sənə sual verdim ki, bəs Allah səninlə danışır? Sən də dedin, yox, nətər elə şey ola bilər, Allah danışmır. Və mən də sənə sual verirəm ki, nətər ola bilər ki, bir varlıq sənə danışmağı o bəxş eləyib, amma özü danışa bilmir? Mənə cavab ver də. Nətər ola bilər də, qardaşım? Bir şey ki, bu danışmaq qabiliyyətini sənə Allah verib, amma özü danışa bilmir. Elə şey ola bilər? Allah səninlə danışır, sən onu eşitmirsən. Sən onu tanımırsan, sən onu görmürsən. Allah bizi ilə ən çox bizə necə danışır? Valideynlərimiz. Valideynlər və ətrafımızda sağlam insanlar. Və valideynlər bizlə danışanda biz hansı hisslər keçirdirik? Əsəb, qıcıq, qınaq, aqressiya. Əslində, qardaşım, sən Allah deyir, valideynə ağ olmur. Sən niyə görə onu deyir? Çünki o həmişə onun dili ilə səndən danışır. Sən valideynə əsəbləşməklə əslində Allaha əsəbləşirsən. Və oturub bir dənə üzr istəyirəm, analiz eləsən görərsən ki, bura qədər qaqa sənin valideynlərin sənə nə dedilər, hamısı düz çıxdı.